Biz öz dədə-baba yurdumuza qovuşuruq, çox sevincliyik, ailəm də, özüm də. Bu sözləri Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə bugün köç edən sakin Elgiz Tağıyev deyib. Səhər saatlarında doğma yurdlarına yola salınan keçmiş məcburi köçkün ailələri sevinclərini media nümayəndələri ilə bölüşüblər. İzləyək. Daha 39 ailə və ya 153 nəfər bugün doğma yurdlarına qayıdış sevincini yaşayıb. 32 ildən sonra yurd həsrəti ilə vidalaşan ailələr Sarıcalıya yola salınıb. Bugünkü köç də nəzərə alınmaqla indiyədək kənddə cəmi 76 ailə və ya 299 nəfər məskunlaşıb. Öz yurduna qayıdan sakinlərdən biri də Elgiz Tağıyev olub. O, ata ocağına geri döndüyü üçün çox sevincli olduğunu deyir. Bugün mənim ən sevinçli günümdür. Ona görə ki, 32 il bundan əvvəl o torpaq işğal olunanda mən gəlmişdim 32 yaşında. İndi hal-hazırda 64 yaşında torpağa qayıdıram. Biz öz ana-baba, dədə-baba yurdumuza qovuşuruq. Çox sevinçliyik, aləm də, özüm də. Bizim üçün gözəl şərait yaranır burada. Allah bayrağımızı həmişə uca eləsin. Sarıcalı sakini Teybə Tağıyeva isə deyir ki, o ailəsi ilə birlikdə fərəh və sevinç hissi ilə geri dönür. Onun arzusu ömrünün sonuna qədər öz el-obasında yaşayıb övladlarının xeyir işini görməkdir. Həyəcanlıyam, çox həyəcanlıyam. Öz torpağımıza gedirik. Uşaqlar hamısı yanımızdadır. İnşallah hamımız qaydırıq. Bundan sonra arzularım olan uşaqlarımın toyunu eləmək, öz elimizdə, obamızda məskunlaşıb oturacağıq. Qeyd edək ki, bundan öncə Ağdamın Sarıcalı kəndinə köç karvanı aprelin 2-sində yola salınıb. Birinci mərhələ üzrə buraya 895 nəfərin, 203 ailənin köçürülməsi planlaşdırılır. Artıq 203 fərdi ev inşa olunub. Evlər 2, 3, 4 və 5 otaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 54 hektar torpaq sahəsi ayrılıb. Sarıcalı kəndi ümumilikdə 1873 nəfər və ya 425 ailə üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 120 hektardan çoxdur. Kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub.